İzləyicilərimiz, qırmızı maşınlı makler gəlib efirlərdədir. Sizə bir dənə ev çəkib təqdim edirəm ki, deməli Xırdalan şəhərində bax bu Təzə Bazar, Köhnə Bazar deyilən ərazidədir. McDonald's KFC-nin tam olaraq yanında. Qanuni 2 otaq, super təmir olunmuş, nisbən əşyalı, dostumuz ətrafı göstərir. Deməli, əla bir dənə evdir. Keçək, mənzillə tanış olaq. Dəyərli izləyicilərimiz, ən sevdiyim təmir və əşya bilirsiz nədir? Ağlı qaralı. Ağ-qara, daimi modda olan budur. 93 kvadrat sizə Xırdalanın düz mərkəzində, McDonald's, KFC piyada bir məsafədə, Köhnə bazarın içərisində. 3 otaq, tam təmir, tam əşya. Yəni, tam əşyadan bəziləri qalacaq, bəziləri çıxaracaq. Amma ev tam fərqli üsulda təmir olunub. Gedək evin əsas giriş hissəsindən tanış olaq. Evin əsas giriş hissəsi buradır. Bax, daxil olduğum, burada yerləşir hamam sanuzel. Gördüyünüz kimi genişdir içərisi. Tam təmirlidir, bir daha xatırladıram. Burada yerləşir evimizin yataq otağı. Bu evin 5 pəncərəsi var. Görürsünüz, yataq otaqlarında hər şey. İstəyən adama, valla mən sizin yerinizdə olsam, alıcıların yerində olsam, bütün əşyalarla bir yerdə alarım. Çünki kondisionerizat hər şey mövcuddur da. Tam əşyalı da ala bilərsiniz. Gəlin bura. Bax, burada divarın içərisinə itki olunmayıb. Şkaf yığılıb, çox dərindir. İndi şəxsi əşyalar olduğu üçün açmıram, bunu göstərmirəm. Bir daha qayıtdıq qonaq otağına. Orxan, kurqon bir dənə qonaq otağını göstər. 3 pəncərə düşür qonaq otağına. Amma uqlavoy deyil. Bunu əvvəldən deyim. Ay uqlavoydur, küncdə elə bir şey deyil. Bunları isə, bax, görürsən, bax, bu da yığılıb, şkaflardır bunların hər biri. Görürsən, bu evdə heç yer itkiyə verilməyib. Hər şey qaydası ilə istifadə olunur. 3 otaq deyil, bu deyirsən, qanuni 2 otaqdır. Hə, üzr istəyirəm, qanuni 2 otaqdır. Bir dənə də belə bir geniş mətbəx. Mətbəxə bax, mətbəxin genişliyinə baxın. Buradan da çıxırıq, evin balkonunu göstər, çıxa bilmirəm, tozludur. Evdə yaşayış yoxdur, nəzərinə çatdırıram ki. Ev sahibimiz bu evi satır, 93 kvadratı neçə qoyub bax? 135 min deyəsən. Hə, bu əla bir qiymət qoyub, qanuni 2 otaq axtaran müştərilərimiz üçün çox gözəl bir fürsətdir. Real alıcıyla qiymətli yerində razılaşıb danışmaq mümkün olacaq. Evin qiymət nə idi? 135 min manata, düz demişəm. 135 min manata yenə də bu gözəl qonaq otağında təqdimatı başladığımız yerdən bitiririk. İndi siz qərar verin. Görün, necədir? Məncə yaxşıdır. Siz qərar verin. Qardaşınız da heç kimə demiyor. Razılaşıb qiymətdə aşağı alacaq. Yaxşı. Öpürəm, müğayət olun özünüzdən. Sağ olun.